Salam əziz şagirdlər. Bugün sizinlə 7-ci sinif fizika dərsliyinin ikinci hissəsinin ilk mövzusu olan cisimlərin elektrik yükü mövzusunun tapşırıqlarının izahını bölüşəcəm. Əvvəlcə düşün, müzakirə et və paylaş tapşırığına baxaq və bunun cavabını tapaq. Tapşırıqda deyilir ki, cazibə qüvvəsi ilə elektrik qüvvəsi arasında hansı oxşar və fərqli cəhətlər var? Gəlin oxşar cəhətlərə baxaq əvvəlcə. Hər ikisi uzaq məsafəli qüvvədir. Uzaq məsafəli qüvvə dedikdə nəyi nəzərdə tuturuq? Yəni cisimlər toxundurulmadan onlar bir-birinə təsir göstərə bilirlər. Daha sonra oxşar cəhət bir dənə də deyə bilərik ki, hər ikisi qarşılıqlı təsir qüvvəsidir. Həm elektrik qüvvəsi, həm də cazibə qüvvəsi. Fərqli cəhətləri isə budur ki, elektrik qüvvəsi elektrik yükləri arasında olan qüvvədir. Amma cazibə qüvvəsi cisimlərin kütlələri arasında, yəni cisimlər arasında olan qüvvədir. Onların bir-birini cəzb etməsidir. Daha sonra cazibə qüvvəsi cəzb edir, elektrik qüvvəsi isə həm cəzb edir, həm də itələyir. Yəni elektrik qüvvəsində eyni yüklü ionlar bir-birini itələyir, müxtəlif yüklü ionlar isə bir-birini cəzb edirlər. Keçən öyrəndiklərinizi tətbiq edin tapşırıqlarına. Öyrəndiklərinizi tətbiq edin tapşırıqlarında deyilir ki, birinci tapşırıqda deyir ki, hansı qüvvə elektronları nüvə ətrafında saxlayır? Elektronları nüvə ətrafında saxlayan qüvvə elektrik qüvvəsidir. Yəni Coulomb qüvvəsi. Keçək ikinci tapşırığa. İkinci tapşırıqda deyilir ki, neytral atomun nüvəsində 6 proton var. Həmin atomun elektronlarının sayını tapın. Gəlin bunu riyazi şəkildə yazaq. Əgər neytraldırsa, deməli 0-a bərabərdir. 0-a bərabərdirsə yaza bilərik ki, 6 proton varsa 6 Y üstə gəlsin mənfi NY bərabərdir 0-a. 6Y çıxılsın NY bərabərdir 0. 6Y bərabərdir NY. Y'ləri ixtisar etsək N bərabər olacaq 6. Deməli cavabımız olacaq 6 elektron var. Daha sonra keçək 3-cü tapşırığa. 3-cü tapşırıqda deyilir ki, hansı zərrəciklər arasında elektrik qarşılıqlı təsiri cəzb etmədir? Aşağıdakı halların hər birini izah edin. A variantına baxaq. Gəl yazaq. A variantında elektron. Yəni hər ikisi mənfi. Əgər eyni yüklüdürsə, bunlar bir-birini itələyir. Bu cəzb etmə deyil, itələmədir. İtələmə qüvvəsi var. B variantına baxaq. B variantında deyilir elektron-proton, mənfi, müsbət. Mənfi müsbətdirsə, deməli bu zaman cəzb etmə qüvvəsi olacaq. Cəzb etmə. Daha sonra elektron-neytrondursa, burada ümumiyyətlə elektrik qarşılıqlı təsiri yoxdur. Elektrik qarşılıqlı təsir yoxdur yazırıq. Yoxdur. Cavabımız olacaq B variantı. Daha sonra keçək 4-cü tapşırığa. 4-cü tapşırıqda deyilir ki, elektrik yükü müsbət 4Y olan ionun nüvəsində 16 proton var. Həmin iondakı elektronların sayını tapın. Yazaq. Elektrik yükü müsbət 4-ə bərabərdirsə, düsturumuz bu şəkildədir. Mənfi NY üstə gəlsin 16Y bərabərdir 4Y. Elektrik yükü 4-dür. NY bərabərdir 16Y çıxılsın 4Y. NY bərabərdir 12Y. Y'lər ixtisar getsə N bərabərdir 12 olacaq. Həmin iyondakı elektronların sayı 12-yə bərabərdir. Keçək 5-ci tapşırığa. 5-ci tapşırıqda deyilir ki, cismin elektrik yükü müsbət 9Y'dir cümləsi nə ifadə edir? Əgər elektrik yükü müsbət Y'dirsə, deməli bu zaman protonların sayı elektronların sayından çoxdur. Niyə çoxdur? Çünki müsbətdir. Əgər elektronların sayı çox olsaydı, mənfi Y olacaqdır. Cisim 9 elektron itirib deməkdir bu ifadə. Deməli, birincisi protonların sayı elektronların sayından 9 ədəd çoxdur. İkincisi isə cisim 9 elektron itirib. Keçək öyrəndiklərinizi yoxlayın tapşırıqlarına. Birinci tapşırıqda deyilir ki, atom hansı zərrəciklərdən təşkil olunub? Onların elektrik yükü nəyə bərabərdir? Atom proton, elektron və neytrondan təşkil olunub. Proton müsbət yüklü, elektron mənfi yüklü, neytron isə yüksüz zərrəcikdir. Yüksüz.
zərrəcikdir. Deməli, daha sonra keçək ikinci tapşırığa. İkinci tapşırıqda deyilir ki, atom yüklü və yüksüz zərrəciklərdən təşkil olunduğu halda onun elektroneytral olmasının səbəbi nədir? Elektroneytral olmasının səbəbi deməli, atom yüklü və yüksüz zərrəciklərdən təşkil olunub. Atom müsbət yüklü proton və mənfi yüklü elektronlardan təşkil olunub. Bu zaman burada atomda elektronlar sayı qiymətcə bərabər, elektron və protonların sayı qiymətcə bərabər, istiqamətcə əksdir. Elektron və protonların sayı bərabər olduğu üçün onlar elektroneytral hesab olunur. Daha sonra keçək üçüncü tapşırığa. Üçüncü tapşırıqda deyilir ki, iyon nəyə deyilir? İyon elektron itirmiş və ya özünə əlavə elektron birləşdirmiş atom iyonu adlanır. Elektron itirmiş və ya özünə əlavə elektron qazanmış, özünə elektron birləşdirmiş atom iyonu adlanır. Keçək dördüncü tapşırığa. Dördüncü tapşırıqda deyilir ki, xlor iyonunun nüvəsində 17 proton var. Həmin iyonun mənfi olması üçün aşağıdakı şərtlərdən hansı ödənməlidir? Cavabınız əsaslanır. 16 proton varsa və həmin iyon mənfi olmalıdırsa, burada elektronların sayı 17-dən kiçik ola bilməz. 17-dən kiçik olsa, protonların sayı çox olacaq və o müsbət iyon olacaq. İyonun mənfi olması üçün elektronların sayı 17-dən böyük olmalıdır. Elektron mənfi yüklü zərrəcik olduğu üçün elektronların sayı 17-dən böyük olmalıdır ki, mənfi yüklü iyon olsun. Cavabımız olacaq A variantı. Keçək 5-ci tapşırığa. 5-ci tapşırıqda deyilir ki, müsbət litium iyonunun elektrik yükü 1Y-yə bərabərdir. Onun elektronlarının sayı 2 olarsa, protonlarının sayını tapın. Litiumun elektrik yükü 1Y-dir və elektronların sayını verib 2-yə. Yəni, bunu riyazi şəkildə ifadə edək. Yazaq. Mənfi 2Y plus NY və P yazaq. NP bərabərdir 1Y-yə. NP bərabərdir 3Y. Elektronlar sayı protonların sayı bərabər olduğu üçün NY bərabərdir 3Y. Y-lər ixtisar getsə N bərabər olacaq 3-ə. Deməli, orada protonların sayı bərabər olacaq 3-ə. Daha sonra keçək 6-cı, yəni sonuncu tapşırığımıza. Şəkildəki A və B zərrəcikləri hansı zərrəciklər ola bilər? Oxlar elektrik qüvvəsinin istiqamətini göstərir. A və B zərrəcikləri şəkildə də görürük ki, əks istiqamətlərə yönəlib, yəni bir-birini itələyir. Biz nə demişdik? Elektrik yükləri, eyni yüklü elektrik yükləri bir-birini itələyir. Əks yüklü, yəni müxtəlif yüklü olanda onlar bir-birini cəzb edir. A və B ya mənfi-mənfidir, ya da ki, müsbət-müsbətdir ki, onlar bir-birlərini itələyir.